müqayisənin aid olduğu hadisələrə uyğun müəyyən edin. Bu sualı tapmaqdan ötürü biz ilk növbədə təbii ki cavablara baxmalıyıq. Xaricilər və xürrəmilər hərəkatları, məzdəkilər və xaricilər hərəkatları, Mehranilər sülaləsi və müsafir üsyanı, məzdəkilər və xürrəmilər hərəkatları, xürrəmilər və Mehranilər sülaləsi. Sualın qoyuluşunda, yəni ki, gördüyünüz kimi sxem, yəni sxem sizi çaşdırmalı deyil. Sadəcə sxemin sol tərəfində verilən oxun işarəsinin aşağısındakı, demək cavabdakı birinci hərəkatın cavabını bildirməlidir. Yəni feodal istismarına və hakim təbəqənin firavan həyat tərzinə qarşı çıxırdılar. İkinci hissədə isə, yəni sağ tərəfdə yuxarı göstərən oxda milli əsarətə qarşı mübarizə aparırdılar və Azərbaycanın istiqlaliyyətini bərpa etməyə çalışırdılar. Təbii ki, cavablarda baxsaq A bəndində xaricilər və xürrəmilər hərəkatları göstərir. Təbii ki, xarici hərəkat əgər yadınızdadırsa, 8-ci əsrdə Ərəb xilafətində özündə qalxmışdı bu üsyan və onlar xəlifənin xalq tərəfindən seçilməsini tələb edirdilər. Yəni burada feodal istismarına və hakim təbəqənin firavan həyat tərzinə qarşı çıxırdılar ifadəsi ilə xaricilər cavabı düz gəlmir. Lakin xürrəmlər hərəkatları milli əsarətə qarşı mübarizə aparırdılar və Azərbaycan istiqlaliyyətini bərpa etməyə çalışırdılar ifadəsi xürrəmlərə tam düz gəlir. Xaricilər düz gəlmədiyi üçün bu A bəndi ola bilməz. Məzdəkilər hərəkatına baxdıqda isə təbii ki feodal istismarına və hakim təbəqənin firavan həyat tərzinə qarşı çıxırdılar ifadəsi tam düz gəlir. Məzdəkilər məhz buna qarşı mübarizə aparırdılar Sasani hakimiyyəti dövründə. Xarici hərəkatları isə burada da milli əsarətə qarşı ola bilməz. Çünki xaricilər Ərəb xilafətinin öz tərkibində olub və onlar üçün, ərəblər üçün, yəni qaldıran üsyanlar üçün bu milli əsarət hesab oluna bilməz. Bir də ki, orada Azərbaycan istiqlaliyyətini bərpa etməyə çalışırdılar, ümumiyyətlə xaricilərlə uyğun gəlmir. Mehranilər sülaləsi ümumiyyətlə düz gələ bilməz. Çünki bildiyiniz ki, Mehranilər sülaləsi Azərbaycanda Albaniyanı idarə edən sülalə olub. Onlar feodal istismarına qarşı mübarizə aparan bir hərəkat olmayıb. D bəndində məzdəkilər uyğun gəlir və xürrəmilər də bildiyiniz ki, milli əsarətə qarşı mübarizə aparırlar. Burada doğru cavab məhz D bəndidir. E bəndində də səhv ikinci hissəsində Mehranilər sülaləsindən görmək olar. Beləliklə bu sual tapmaq üçün burada heç də çətinə getmək lazım deyildi. İki hərəkatın müqayisəsi görsənir. Cavab məzdəkilər və xürrəmlər hərəkatlarıdır.